Tövbənin şərhi 5-10 cümlədə iqrar olsun. Bəlkə bir 5 nəfər əşrar edən əbrar olsun. Əbrarlar, əzizlər, o kəslərdir ki, biri dünyadan gedəndə gərək biri doğulsun. Əbrar bu adamlardır. Necə dambustunların üstündə dayanmıyor. Dini İslamda da əbrar olan insanlar sütun mənziləsindədir İslam üçün, din üçün. O cəhətdən, bəli, tövbə elə bir şərəfli işdir ki, tövbənin gərək şərhini göstərəsən, örgədəsən insana. Bilsin ki, kimdən üz döndərib, kimə üz tutur. Tövbə budur. Kimdən üz döndərir bu tövbə eləyən? Çaxırdan, nərddən. Gəl mən səni gəzdirim, benzin pulu məndən. Bəzi məhəllələrdən gəzdirim, 5 nəfər də yanıb. Yolun qırağında nərdə oynayır? İkisi nərdə oynayır? 3 nəfər də bunları müşayiət edir. Çox üzr istəyirəm, baxışlarsınız. Yeri gəlib deyəcəyəm. 50 il bundan qabaq mən görmüşəm məclisdən it döyüşdürənləri. İt döyüşdürənləri. O zaman heyvanları bırakırdılar. O heyvanların ne günahı? Gördün ki bunun yiyəsi deyir ki atam hücum elə ya. İtə deyirdi atam. Ha, ya Allah, ya Allah'ı da deyirdi. Ondan sonra bu onu kıskurdurdu, o da bunu. Hindi daha it döyüştürme yoktu. O nerede oynayanlar 2 nəfərdə. Bu deyir xod elə, o deyir xod elə. Evi Allah tiksin. Eğer bir evde nerede olsa, nerede taxta olsa namaz batildir. Orada namaz batildir. Bəli də kəbli. Bəli. Gedib gəlib ki, yaxşı xod eləsin də. Salavat zikr elə. Deyirlər, sən pis adam döyürsən, amma elə söz deyirsən, adamın cızdağı çıxır. Allah, mən fikirləşmirəm. Elə söz deyim ki, sənin cızdağın çıxsın. Eləmədə nə olar? Sən də mənim əyri yoluma gəl qapımda dayan deyinən ki, bu nə işli gördün? Abrun hayon getdi, bunu deginən. Mən deyərəm ki, Allah sənin atı rəhmət eləsin. Demərəm ki, sənə nə? Bir adam bir adamın əlindən tutur, onu cəhənnəmdən çıxartır, 5 massivinə qoyur, onu vurmazlar, söyməzlər. Ona pis deməzlər, bəlkə onu Allah yollayır. Bəlkə Allah məsləhət görür. Sən əgər Allahın bəndəsisən, o istiqaməti qəbul elə. Bəzuhum li bəzin, bəziləri bəzilərinə ədovun, düşmən olacaq. İlləl muttəqin. Ne üçün düşmən olacaq? Görəcək ki, bəli, bunu da onunla qoşub aparırlar cəhənnəmə. Deyəcək ki, Allah sənə lənət eləsin. Sən mənə bu filan işləri örgətməsəydin, məni indi bir cəhənnəmə aparmırdılar. İlləl muttəqin. Bəzən də görəcəksən ki, bəli, yaxşı əməlin dəyərləndi, qiymətləndi, aparırlar səni behişdən. O sənə yol göstərən, sənə yaxşı işi təklif buyuran, o da səndən bahəmdir. Orada dua eləyəcəksən onu ki, Allah sənin dədə rəhmət eləsin. Nə yaxşı sən mənə yaxşı yolu göstərdin. Ağa Məhəmmədin Allah vücudunu səlamət eləsin və bütün alimlərlə bahəm salamətliklərinə salavat hədiyyə Hacı İsmail deyilən biri vardı, ona vızbaş deyərdilər. Ona tövbəgah da deyərdilər. Allah rəhmət eləsin. Bəli, bu məsciddə də, mədrəsədə bir şey tapşırmışlar, ona xidmət eləyirdi. Ondan sonra dedi ki, ağa, qorxuram, o aləmdən qorxuram. Mən də evdə rəsail məkasib oxuyan vaxtlarım dağadan. Bəli, dedi, nədən? Dedi, mənə belə ürəyimə yatmır, hələ bilirəm ki, hələ də mənim kəslim var. Mən nə iş görüm? Ağa dedi ki, cəmaatı namaza dəvət elə. Bu ağladı. Onda hansı ki, bu işi görmürdü. Ağladı. Dedi, bilirsən nə qədər insanlara məcburən pis işləri mən gördürmüşəm, içki sarıdan. Toylarda mən alardım dəfi, xanəndədən bəzən səsi ki varmış, bir kağız oxuyardım. Ondan sonra bəzi işlərdə insanları vadar eləmişəm pis işə. Məhəmməd Ağa dedi ki, indi yaxşı işə vadar elə ginən. Yolda, orada, burada, bazarda, məsciddə, dükanda, məclisdə
Kimi harda gördün? Gördün ki qabiliyyəti biraz var. Ya bu şinanın əlindən apar evə, ona namaz örgəd, ona şəriət örgəd. Elədi bu işi. Elədi. Otağına da tövbəgah deyirlər. Allah rəhmət eləsin. Bu məclisdən bir ruhuna salavat deyək. Allahümme salli ala Muhammed